Salam əziz şagirdlər, mən Riyaziyyat müəllimi Şəhla Əhmədova. Bugün sizlərdən gələn istək üzrə ehtimala aid belə bir sualın həllinə birlikdə baxaq. Sual bizdən soruşur. Yeşikdə 4 rəngsiz, 8 qırmızı və 12 yaşıl kürəcik var. Təsadüfən götürülmüş bir kürəciyin rəngli olması hadisəsinin ehtimalını tapın. Ehtimal P hərfi ilə işarə olunur və bizdən buradan rəngli kürəcikləri soruşduğu üçün hadisənin ehtimalını PR kimi göstərəcək. Daha sonra var əlverişli halların sayı, var bütün mümkün halların sayı. Bütün mümkün halların sayı kəsrin məxrəcində yazılır və burada 4 üstə 8 üstə 12, yəni 24 dənə mümkün hal var. Rəngli olması hadisəsi isə sadəcə rəngli olanları toplayacaq. 8 ilə 12 eləyəcək 20. 24-də 20 kəsri bizim hadisəmizin ehtimalıdır və bunu ixtisar edib sadələşdirsək 6-da 5 cavabını alırıq. Bugünlük bu qədər. Növbəti izahlarda görüşərik. Hələlik.